Düzü xəlil həkimin yanına gələnə kimi bir neçə həkimlərdə olmuşam və hətta ad çəkmək istəmirəm, çox təəssüflər olsun ki, ölkənin digər öndə gedən göz həkimlərindən biri mənə yanlış diaqnoz qoyduğu üçün və mən alternativ yoxlamalar nəticəsində bunu müəyyən etdiyim üçün belə bir qənaətə gəldim ki, özümə daha yaxşı, daha gözəl bir həkim tapım ki, gözlərimin yenidən yaxşı görməsinə qovuşa bilim. Və nəticədə xeyli araşdırmalardan sonra dost tanışın məsləhəti ilə xəlil həkimin yanına gəldim. Mənim gözümə ekzimer lazeri məsləhət görmüşdü buna qədər. Həmin o dediyim, adını çəkmək istəmədiyim digər qabaqda gedən həkimlərdən biri. Lakin xəlil həkim də qeyd etdi ki, bu gözüm əgər belə əməliyyat olunsa, gözüm əbədiyyən yəni görməni itirə bilərəm və çox ciddi fəsadlar yarada bilər. Və qərara gəldik ki, ICL linza əməliyyatını olaq. Xəlil həkimin özəlliklə digər həkimlərdən fərqi odur ki, o xəstələrə özü birbaşa xüsusi qayğı göstərir və bütün xəstələrlə birə-bir maraqlanır. Göz çox ciddi orqandır, yəni necə deyim, zarafata gəlməyən bir orqandır. Ona görə mütləq əməliyyat eləmək barədə fikirləşsələr, yəni deyim ki, 100 ölçüb bir bilsinlər. Xəlil həkimin yanına isə ürəklərini buz kimi saxlayaraq gələ bilərlər, hər şey onlar üçün həll olacaq.